birinci övladı uşaqlığını yarım qoyub tez böyüməli olur. Niyə? İkinci uşaq dünyaya gələndə ananın yükü bir qədər artır və birinci uşaqdan kömək almağa məcbur qalır. Balaca qardaşına yemək yedizdir, balaca bacını yatızdır. Sən böyüksən, onu qorumalısan. O balacadır, yanından ayrılma, nə istəsə ver. Səni vursa da dinmə, o uşaqdır. Uşaqların valideynlərinə kömək eləməsi və ya bir-birlərinə əl tutması çox normaldır. Problem isə uşağa yaşından böyük məsuliyyət daşıtdırmaqdır. Bu zaman valideyn roluna girir və çox tez böyüyüb uşaqlığı ilə vidalaşmaq məcburiyyətində qalır. Sevilmək üçün mütləq ikinciyə xidmət etməlidir. Araşdırmalar göstərir ki, bu uşaqlar gələcəkdə öz istəklərini arxa plana keçirirlər. Yox deməyi bacarmırlar. Sevilmək üçün özlərini fəda edirlər. Həyatları boyu stres və təşviş onlardan əl çəkmir. Unutmayın ki, uşağa müvəqqəti köməkçi rolu vermək olar. Amma valideynin məsuliyyətlərini onlara yükləmək əsla olmaz. Əslində birinci övlad ikincidən cəmi 2-3 yaş böyükdür. Amma 15 il, 16 il onun anasıymış kimi davranıb, belə ailələrdə isə birinci övlad adətən travma alır, depressiyaya meyilli olur. İkinci övlad isə bəzi hallarda məsuliyyətsiz və işlərini yerinə yetirə bilməyən bir şəxs kimi formalaşır.